Məktəblərimizdə dərs ili qurtarmışdır. Yaz yoxlama imtahanı günlərində uşaqlar açıq və təmiz havada dərslərini təkrar edirlər. Sovet məktəbliləri bir ildə oxuyub öyrəndiklərinə, əldə etdikləri biliklərə yegun vurur, vətən qarşısında, xalq qarşısında hesabat verirlər. 132 nömrəli məktəbin 10-cu sinifində oxuyan əlaçılardan Fəridə Bayramova birinci olaraq lövhəyə çıxır. O, öz biliyinə arxayındır. Məktəbi qızıl medalla qurtarmağı qət etmiş Fəridə, ilk imtahan günü həndəsədən 5 aldı. Şərqiyə Rıza Quliyeva da qızıl medal alacağına əmindir. On ilim müvəffəqiyyətlə oxuyan Şərqiyə fizikadan da əla imtahan verdi. Bu qızların böyük arzuları vardır. Şərqiyə texnoloq olma niyyətindədir. Fəridə Bayramova isə teatr rejissor olmaq istəyir. Ölkəmizdə bütün saadət yolları xoşbəxt gəncliyin üzünə açıqdır.